Cəmiyyətdə albinizmlə bağlı hansı yanlış stereotiplərlə qarşılaşmısan və indiyə kimi albinizmlə dolayı eşitdiyin ən qəribə sual nə olub? Hələ hamısı yanlışdır onsuz da, amma yenə də deyim də. Qanımın rəngini də deyirlər ağda, amma qanım 3 müsbətdir. Elə məktəbdən sağlamlıq kağızı istəmişlər, onun üçün qan analizi vermişdim. Dedim mamaya gəl çək şəklini göstərəcəm, olar deyəcəm qırmızıdır qan. Hə. Sonra deyirlər ki, Afrikada deyirlər, nə bilim, albinosları yeyirlər falan filan, amma Amma dünyada ən çox o albinos da Afrikada Afrikada. olan bir şeydir də. Sonra deyirlər dövlət albinoslara pul verir. Sadəcə pensiya alıram gözümün zəifliyinə görə 2-ci qrup əlilliyim var, amma belə deyək də, albinoslar sadəcə ağlığına görə bu cəmiyyətdən fərqlənirlər. Məsələn, sonra deyirlər, albinosdan sümüyü qızıldır. Deyirəm, mənə çıxartıb arada satıram pulum olmayanda. Nə bilim, qəribədirlər də. Bəs ən qəribə sual sənə nə olub şəxsən özünə görə? Ən qəribə sual özümə görə əslində çoxdur qəribə sual. Sadəcə üzümə baxır, belə deyir. Sən qaranlıqda parıldayırsan. Dedim, keç söndür işığı görək parıldayır.